Bunun asılsını. Yok, Kur'an'ı diyelim. Bismillahirrahmanirrahim. سوم مهر ماه 93 جلسه اول قرآن در سال تحصیلی جدید سوره قصص بسم الله الرحمن الرحیم bir qisas var, bir qisas var. Qisas kəlməsi cəmdir. Məsələn, işdə kitablar var, qisas-ı Quran. Qisas cəmi qisasdır. Qisas ki, burada gəlib, bu müfrəddir. Qisas musavi qissə. Amma qisas cəmi qissə. Sure-i qisas, sure-i dastan. Qisas yəni dastan. Bu da داستان حضرت موسی و فرعون یا سوره داستانگویی قصص مصدر də ola bilər. İstiyorlar dastandır. Dastana niyə qissə deyər? Dastana qissə bundan xatirə deyərlər ki, qissən əsl mənası təqibdir. Təqib. Yəni təqib seriali. Bu seriallar ki var, elə behtarin qissa seriallardır ki, bir mətal bibin təqib eləyir, poşsəri həm. Bu da məsələn ki, bibin təqib eləyir. Ona deyək qəssə. Qəssəni təqib kərd. Orada da ki, Quranda var ki, Həzrəti Musanın bacısına dəsturdur ki, bu qərdəşün, Musanın bu uşaqda o sanduqçanı deyir, təqib elə, qossiyi. Gedir onu təqib elər, ki, hara gedir, gözünü otur. Təlavət də elə o cüdür də, təlavət də poşsər həm. Əvvəl huruf-u müqəttə ilə başlanır. Ta, sin, mim, bunları tərkib eləməzlər. İki ayəni tərkib eləyək. Telkə ayatul kitab-el mubin. Bu bir dənə cümlədir, ismiyyədir. Mübtəda və xəbərdən təşkil tapır. Telkə mübtəda mərfu. Çün məbridi deyəcək məhəllən mərfu. Ayatu xəbər mərfu zahirən. Əl-kitabı məsrurdur, muzafınləhdir. Əl-mubin də 4 moriddə kitabdan təbəyyət eləyib, pəs onun sifət olar. 4 morid budur ki, ikisi də məzrurdur, ikisi də əliflamı var, ikisi də müfrəddir, ikisi də müzəkkərdir. Ayə bəd cümlə dovom. Nətlu ələykə min nəbə'i Musa. Bu bir cümlə. Və Firavuna da onda aldı. Belhəq dil onda aldı. Leyomin birazdan. Legomin birazdan bir cümlədir. Yominunə təklə bir cümlədir. Pəs bu ayə iki cümlədən təşkil tapıb. Əvvəl axidəkini tərkib eləyək. Yominunə bir dənə cümlədir, müstəqil. Feildir, faildir, məfulun behi gəlməyib. Yominunə bir cüdür ki, gahdan məfulun behi olmaz. Amənə iman avurd. Lazimə taydır, lazım deyil. İman avurdun, əsli mənası yəni باور کرد، پذیرفت. چه چیز را؟ دین را، قرآن را، آخرت را. O elbəttə çox vaziyeti də gəlmir. Ona görə bir də belə fikirib ki, bu lazım. Dəsə ki, lazımdır, mütəl. Yomenunə ki, axidən gəliyor, qovmindən bir də nəkirdən sonra gəlir. در واقع o qovmun sifətidir. Bəs bu yominuna cümlə-i vəsfiyyədir. Mevsufun erabı nə mənədir? Məcrurdur. Yominuna da deyəcək məhəllən məcrur. Xob, indi ondan qabaqki cümlə. Əvvəldən nətlu, feil, faili hansıdır? Nəxi, nəhnodur. O var orada zəmir deyil. Məsələn, bəli, əgər desəydik, məsələn, əzhəbu, bəli, nəhnu, məsələn, zərəbu, onların vavı faildir. Bu, tələvət, o rişey kəlmədəndir. Pəs, nətlu mütəkəllimi mənğeydir, faili nəhnu.
Məfulun beh hanı? Məfulun beh elə bətər görsənmi? O nəbəindir. Nəbəin məfulun behdir, mənsubdur, məhəllən. Yəni təlavət edirik əxbar ra. Əxbar Musa ra, ya xəbər Musa ra. O min ki nəbəyin əvvəlində gəlib, o hərf-i cərri zayiddir. Düzdür ki, mənası əzdir, yəni quşey əz. O gəlib ta desin ki, quşey əz əxbar Musa ra oxuyuruq. Vəli üçün məfulun behin əvvəlinə gəlib, ona deyirlər, hərf-i cərri zaid. Xub, vəsətdə qaldı əleykə. Əleykə də carrı məzrurdur, mütəmmimdir. Nətlu tamam eli. Mütəlliqdir. Nətlu. İndi nəbə-i Musa, xəbər-i Musa. Bu nəbə ki məfulun behdir. Məhəllən mənsubdur, muzafdır. Musa muzafınlıqdır. Bəs muzafınlıq məzrur olar. İndi Musa məzrurdur. Görsənmi? Deyəcək təqdirən məzrur. Və Fərəunə. Və hərf-i ətvidir. Fərəun da məzrurdur. Amma Fərəunun axında fətəsi var. Buna da deyəcək ki, niyabətən məzrurdur. Yəni bu da qeyri-münsərifdir. Kəssə götürməyə. Kəssən əvəzlə fətə götür. Belhəqqi carrı məzrur. Mütəlliqdir elə o nəhtula. Yəni biz ki tələbət edirik, nə mənə deyirik? Həqdir. Le qovmen. Bir qovma ki istəyələr, bavar eləyərlər. Bir də istəyə bunlar bavar eləməyər. Ya, bunlar yalandır, çoxandır. Deyir, o bir şey olmaz. Bu Quranda bir dənə, yəni kitab-ı asmanda bir dənə əslidir. Elə bir nömrədə bəhsim buyurdu. Dünən də təsadüf nəmləzir elə bu cür poçtlarım rast gəlib ki, düzdür ki, Peyğəmbərlər gələndə mucizə ilə gəlir, mucizə bulan dəlilidir. Amma da Peyğəmbərlər elə hər saat, hər zada, hər ləhzə mucizə nişan verməzlər ki. Elə hər kəs gəlir deyir ki, mən qəbul eləməyəm, sabit elə. O da deyir ki, bu da mucizə. Olmaz ki, mucizələr bir dəfə, iki dəfə ittifaq düşür. Ya məsələn, ya Rasulullah, sən sabit elə, sən Peyğəmbərsən. Ya bir nəfər deyir ki, sən sabit elə, din düzdür, din həqdir. O rahatçilikdə də bulan sabitdir. O məsələn, riyaziyyat dərsi deyir ki, ya sabit elə, bu müadilənin cavabı neçədir? Bu da iqrək şişdir. Niyə sabit elə, yaxud dayan sabit elə. Hər zat müadilatı heç məsuliyet, o məsuliyet kimindədir ki? Ona görə deyir ki, biz dedik, özün bilər. Sən qəbul etsən elə, eləmsən eləmə. Bu Quranda barha mətrəf olub. Yəni, axırı budur ki, din o dəfə əvvəldə bir haləti intixabısı var. İntixab eləyə var. Ya o tərəfli ol, ya bu tərəfli ol. Şuruda ya indi bir nəfə əzdə o isti şək eləyə. Təhqili. Nə qədər təhqil edəcək? Tamamı zəvayaya dini, be mu, otuyub mütalib təhqil eləmə olar. Məsələn, mən İslamı qəbul eləməm, məncə ki, təhqiq eləyəm. Yoxsa təhqiq elə görə. İslamın arasında təhqiq eləyəcəksən. Başda görə namazın təhqiq eləyəcək, orucun təhqiq eləyəcək, cihadın təhqiq eləyəcək, bir nə qədər ömür istəyir, nə qədər vaxt istəyir, bunlar harcı, nə qədər təhqiq eləyəcək. Olmaz. Ona görə axirə deyərlər ki, dindari heç intixab əz. O zaman ki, fərdi intixab eləyir, Və Allah به طور coğrafiyayı ilə adam gözünü açıb dədənlə, nə dindar, bu da dindar olur, dindarı tarixi, dindarı coğrafi, o ayrı, o təhmilidir. Onun da ərzişi var, bir xas ərzişi var da. Ona görə, burada da buyur ki, biz bu sözləri deyirik, لَقَوْمٍ بِأَفْرَادَ ki, يُؤْمِنُونَ istəyirlər bavar eləyərlər. İndi bir dəfə istəyir bavar eləməyək. Biz neyniyək? Nəfsi sabit eləyək ki, bu əxbar Rəsul, Həzrət Musadır. Olmaz. Peyğəmbər də müəzzəfdir, mətləbi deyə. Mucizələr də o əvaildə elə ittifaq düşübdür. Hala müsəlmanların iddiası budur ki, Quran mucizədir. Hərçənd ki, Quran deməyib, mən mucizəyəm. Kəlmə ayə bir cayı bəhsidir.
ki ayə Quranda həqiqdə və mənə möcüzə. Və o pis peyğəmbərlərin möcüzəsi vazihdir, müşəxxəsdir. Bəziləri Həzrəti İsa möcüzə eləydi. Axı elə hər ləhsə, hər gün Həzrət möcüzə eləmir ki, elə bir iki dənə möcüzə nişan verər. Ta cərəyana düşər, bəqiyyə qoşularlar ona. Nəyə intixab elə, sövsələr? Xoş, amma tozih ayət. Çinədən hurufu müqəttə ilə başlanır. Barha və barha bu zəmində bəhs eləmiş o. Və o nüqtə ki, əxirən mənim nəzərimdə çox cəlb eləyir. Elə budur ki, bu hurufu müqəttə üçlü Quranda tərh olur. Bu üçlü məni fikrə salıb ki, qeydəm, o nəzərə ki, o nəzərə bəyənməzdi. O üçlüyə budur ki, bir dənəsinin bu cür bir dənə şumarəsi var, bir dənəsinin, yəni ayə hesablanır. İndi bu da ta, sin, min, yek. Bu oldu bir dənə ayə. Bir dənəsində şumarə yoxdur, ayə hesablanmıyor. Bir dənəsi iki dənə ayə hesablanır. Bu iki bir dənəsində şumarə var, bir dənəsində şumarə yoxdur, bir dənəsində iki dənə şumarə var. Bu, o mənanı mənim zihnimdə təqdir edir ki, elə bunlar razdır, razdır. Hərçənd ki, o birisilə də rədd eləmə olmuyor ki, bunlar qəsəm və əsma-i husna-i pərverdigar, o da yerində adamı ona rədd eləyənmir ki. Amma olay da o ki, qabil ispat deyil. Bu iki mehvəri təlim mətalibə bu surə daray, bu növ hurufdur, o da yerində. Bu iki bu huruf bu surələrdə çox işlənib, o da yerində. Bu iki bu huruf xülasəyə bu surədir, o da yerində. Xülasə çoxdur, bunlar heç birinə demə olmuyor ki, ola qələtdir, qələtdir. Amma elə indi zehnimdə o özünə bir yer açıb ki, bunlar razdır, raz. Xoş, indi buna etiraz eləsə, raz, qədimkilər buzu deyərlər, raz is beyni Xuda və Rəsul, ona etiraz elədilər. O beyni Xuda və Rəsul hardan tapıldı axı? O da şayad ola ha, amma elə əsən əsraramiz budana bu kitab asmani və bu iki bu 29 surə nəvərdir, tamam surələrdə də gəlməyib, bir də surələrdə var. İndi məsələn deyən, niyə fəqət 29, niyə 30 dənə də deyil? Niyə tamam surələrdə deyil? Ona nə cavabımız var? Cavabımız yoxdur. Yəni çoxlu sualat var ki, olan cavabı yoxdur. Bənabərin biz raz, qəbul edin, elədir. Kitabın modeli olsun, bu cürüdür. Xoş, ayet o bu. Telkə, Razdan mənzur anlıyor. yəni razdan mənzur budur ki, əsrar... Rəmzlə fərqlidir. Ha? Rəmzlə raz fərqlidir. Yox. Rəmzlə rast fərqlidir. Rəmz bu olanda ki, bir rəmzidir, bir nəfə gəp rəmz açacaq. İnternetdə rəmzi qoyuq da, koddur da rəmz. Rəmzdə, məsələn, qavsanduq rəmzi var, onu bitdə biri gəriyyası da. Raz olanda, yəni, əsraramizdir bu, yəni istədiyə ki, bu bəşəri bir şeydir, yəni asmanidir. Yəni, bu bir növ bir təəmmüd var. Ki, mütəfavit var, tamamı kitabhay bəşəridir. Yəni, işlər əsraramizdir. Yəni, bu cüdək adam tez ya, bunu didim qutuldu. Bircü əmdən bunu burada qoyulub ki, yəni, elə hər kəs gəlsin, burada razı bir fikr eləsin. Fikr eləsin və bir miqdar qoxsun, diskinsin. Deməsin ki, baba, bu elə bizatlar ki, mən bunu bildim də, düşündüm. Nəxi, bu kitab-ı asmanı dər eyni hal ki, sadədir, çoxlu mətalibi, ümumi fəhmidir, amma onlar təbəqə-təbəqədir. Mən belə nəzər budur. Mütmənin də həmşətdən düz fikir eləyəm. Buyurdunuz, bəzilər iki şumarə yiyib. Bəli. Huruf müqəttədə. Aynısın o Bəli. Hansıdır? Məsələn, Sure-i Şura. Şurada, bəli. Kafidir. Qoy görmək düz deyəm Şuranı. Özüm sizi. İki dənə surələr var ki, iki dənə şumarə yiyib. Budur babə, Sure-i Şura. Baxın, iki dənə şumarə. Hamim, yek, sin, qaf, içinə. O cür, Yaxşı. İndi bəzi mövrid var ki, əsən bu şumarə də yeməyib. Əsən Bəli, o vardır. Buraya qaf. qaf məsələn. Qaf, saat. Sənə görə. Siz fərməmişsiniz. Bu ki, bu düzlərdə Peyğəmbər zaman Səbistani Peyğəmbər olanda bu ayələr düzülük bölünür. Baxın, bir daha bir yer oxumuştum şey.
Xəlifə-i Sevim zamanı Quran bu şəkildə çıxdı ya. Yəni ayələr ki, ayrı-ayrı gəlmişdi. Məsələn, surələr yığıldı, Suriyə 2 oldu, Suriyə 2 oldu. Eşidəyəm Muhammed sizin. Sizin soruşam görürəm ki, Peyğəmbər zamanı siz buyurdunuz ki, məsələn, bu bir ayədir. Peyğəmbər zamanı məsələn, bunlar bağlanmışdı ya, sonradan bunlar bu şəkildə gəldi çıxdı. Ben onu ərz edeyim də. Baxın ayət Ali Sure-i Nəml, Qaf, Nun, Vəl-Qələmə və ma yəsturun hamısına baxmamışam. Elə səri bir vərəq vermişəm. Burada şumara yoxdur huruf müqəttədir. Yazmışam burada. Hələ 3 mərət elə mən tapmışam. Mümkün də hamısına baxmamışam hamısına. Yasin, onda da yok. O ona var. Var. Yasin Şumara Vəlqur. var. Bəli, Yasin'də şumara. Əzizu, o bir dənə sözdür. Rivayət. Qabil isbatdır. Hə? Yəni Peyğəmbər zamanında Bilmiyor. Bilmiyor. Dəlilə əqlanı varımızda ki, xeyr, bu vəhyid. Çünki bu sənədi nübüvvət tal qiyamətəcən olmaz ki, bunu bu cür vedlərlə mərdum həcə söydə eləyər, bir şumara qoymayar. Məsələn, Sədr-i-İslamda təslim ola, bir dünü iyi xəbər əs Peyğəmbər bu işlər görərlər. Əvvələn, necə o cür qollar var, o sözlər var tarixdə, onun bərəkçisi də var. Bərəkçisi də var ki, Peyğəmbər İslam özü duydu, yazdırıydı, işraf edildi, müdiriyyət edildi, dedi ki, mən deyən kimi yazım. Amma hərəkat, nöqtə yox idi. Təqsimbəndi ayat, çünki çox mühimdir, təsirgüzardır mənada. Hamısı tepki vəhidə, tepki dəsturi Rəsulullahdır. Bu surə hardan başlandı, bu surə nəzü tədbir olacaq. Çünki əgər o rahəsilikdə olsaydı, onda bu kitab doçarı təhrif olar. Hətta ayələr bir-birinə mürtəbitdirlər, surələr də bir-birinə mürtəbitdirlər. Nəxi? Olmaz ki, Allah sənəd-i nübüvvətin, hifz-ü hərasətin və həmin rahəti veriliyə qoyur ki, mərdum nəzü, Ömər nəzü söyür, Osman nəzü söyür, Sədr-i-İslamda Kottab-ı Vəh nəzü ilə o işlər görsələr. Çünki əgər o cür sözdür, yəni Allahın nəzər olmasaydı, onda bərahəti təhrif olardı. Bəlkə elə bu cür. Bunda o nüsəx ki qalıbdır, Sədr-i-İslamda ərəbi xəttdə nöqtə yox idi, hərəkə yox idi. Əlaim idi. Ola özlə bərahəti oxuydular. Sonra gördülər ki, qeyri ərəblər, məxsusən İranlılar oxuya bilmirlər. Çünki əvvəlin qovmi kəlani ki, bəsə kəlan ərəblərdən sonra İslam'a girər kitablar İranlılardır. İranlılar oxuyanmadılar bunları. İranlılara xatir dərəcə əvvəldə İranlılar getdilər, hərəkə qoydular, nöqtə qoydular. Xoş. Bəzi Quranlar şimdi çap olmuş. Görmüşəm, məsələn, şumaraya ayat qoymuyor və sonra bir nöqtələr var. Bəli. Olmaz. Şumara qoymuyor. Bəzi ayat ilə poçtara həm yazıb şumarada yox. Koymuyor. Şumara qoymasa, yəni sabit olar ki, yəni əvvəldən şumarası yox idi. Yox, can Quran'da çap edib. Ayatın şumarası yox. Mən fikirəm ki, o bino təhrifi Qurandır. Nəzərməmizə gəlir. Çünki olmaz, gələk şumaya. Yaxşı. İndi gedək. Çünki mən hətta bir zaman özümə iş eləmişdim. Dedim, bu nüsxa, qədim tənə nüsxələr kitablardan, əlbəttə. Nə muzələrdə. Kitablarda olar çap eliblər də. O kitablar ki, Quran zəminəsindədir. Quran şinası zəminəsində mütəxəllilər nüsxələr gətiriblər. Hətta bir nüsxədə ki, mənsub bir Həzrət Əmirdir, Məşəddədir. Mənsubdur da Həzrət Əmir. Onda da ki, huruf yoxdur, zat yoxdur, hərəkat yoxdur, şumara var. Xoş. İtidim Suriye, qəsəs oxuduqdur. Nəhm qəsəs. Telkə ayatul kitab-ül mubin olar o ayələr, ya bu ayələr. Telkən an. Dəsə ki, bu ayələrdir. Deyir ki, ana ayat. Muddu da, yəni isti ərziş versin. Elə bir ki, məsələn, indi mən, məndə təşkil edib, deyir ki, xub,
به آن جناب عرض می شود. Bu da yaxınlaşmış o diyor به آن جناب. Ehtiramən inə bəzilə moddu an deyərlər. Bu da o cəhətdən ərziş verə, təbxim verə ki, bu ayələr, yəni o ayələr Tilkə ayatul kitab-ı mubin. Ayəhay kitab-ı mubindir. Yəni ayəhay kitab-ı mubindən mənzur nədir? Aya bu Qur'an, mənzur bu Qur'andır. Bir də müfəssirlər deyirlər, bəli. İstəyir ki, bunlar ayəhay Qur'an-ı mubindir. Xoş, əgər yəni bunlar bu Qur'anın ayələridir. Yoxsa neyniyək? Bu nəzri danışıqdır. Deyir, yəni bu ayələr mubindir ha. Mubin yəni mənə. Mubin yəni roşən, roşəncər. Bu ayət əvvəl roşəndir, sonra roşəncərdir. Amma bir də deyirlər ki, nə xeyr, bu kitab-ül mubindən mənzur, əsl əsası bu kitabdır ki, lövh-i məhfuzdadır, elm ilahidədir. Bu ayət-i Qur'an, o kitab-ı mubinin ayatıdır ha, qeybidə bunun həqiqəti var. Qur'anda hər ikisidə də nə qədər müəyyid ayə tapı olar ki, mən nəzəm mütəmayilən bu ikinci məniyə. Bu ayət şimdi sizin xidmətinizədir, baxıyorsunuz, oxuyursunuz, bunlar ayəhay kitab-ı mubin qeybidir ki, biz bunları nətlu ələkə, ki, bunları təlavət edirik sənə bir miqdarın. O bir miqdar ibarətdir Nəbəy Musa və Firondan. Dastan Musa və Firondan bir miqdar oxuyuruq, nə mənədə oxuyacaq, həqdir. Bunda kimə oxuyuruq, kimə təlavət edirik? Ləqomən yumenuna, o əfrada ki, bavər eləyələr. Bir də camiəşinaslar bir sözlər deyirlər, bunlar xəbərdir də, əxbardır. Resulullah da məsələn bir şəxs idi, ona da bir ilqaat olurdu. Qədimkilər deyirlər, şeytanlar gəlir Peyğəmbərə bu sözlər deyir. Yəni, Peyğəmbərin öz zamanı. Vəli indi o camiəşinaslar bir dəst deyirlər, adama gahdan zehninə bir şey gələr, naxudagah zehninə bir şeylər gələr, tərəşüh elər, otuyub fikr elər, bizzatda gələr adamın zehninə. Peyğəmbər də otuyub, fikr eləyib, zehninə gəlib. Necə məsələn, nəvabıq otuyurlar, zoom eləyirlər bir mətləbin üstündə, dayanırlar, fikr eləyirlər, axıda bir şeylər gəlir zehinlərinə, tapırlar, razı rəmzi tapırlar. Bunlar da bu cübünmüş. Olan da nəzər odur. Allah deyir ki, o cüdüsə seç. Yəni bu Qur'an özü deyir ki, o cüdəyi. Siz o cüdxana zeylədiniz. Bəlkə bu qeybidən gəlir. Nətlu. Allah deyir, biz oxuyuruq bu. Çox salibdir. Qur'an deyir ki, mən qeybidən gəlmişəm. İşte bir də deyir ki, yox. Elə onun Peyğəmbər özü tolid edir. Bu da bir paradoksu var da. Evin içi deyir, baba, biz arıya eləyirik. Məsələn, elə bir deyir ki, bir də deyir, indi bu da söhbətə hidayət alır. Deyir ki, biz gəzirliyirik. Yox, ayrı söhbət. Gəzirli haran dediniz? Başkəndi. O ağada Ermənistan deyir ki, biz başkəndliyik. O deyir ki, xeyba, bunlar Təbrizlidir. Tərəf özü deyir, biz başkəndliyik. Biz gəzirliyirik, bu da deyir, xeyr, bunlar elə cəddən də cəd. Məsələn, höhmə varlıdırlar. Quran özü deyir, mən ayədən gəlmişəm. Bu tərəf deyir, xeyr, onun timanə dərsin. Allah deyir, biz təlavət edirik. İnnə Fərəonə, dastan buzu başlayır. Günlərin bir gündə bir bilənki bir ittifaq düşdü. Bu innə yəni qətidir ha, şuxluq eləmir, ciddidir. Fərəonə əla fil ərzə, yer üzündə ağalıq elədi, çox oğucu tutdu, əla, izhar bərtəri elədi, yəni Allahlıq iddiası elədi. Çox belə şişdi, əlanın düz mənası budur, çox şişdi. Hüduddan çıxdı bu. Məsələn, neynədir? Və cələ əhliha şiə. Əhli ruy zəmin ki, zəmindən də mənzur Misridir. O yəni şiə elədi. Şiə yəni quruhək. Quruh elədi. Məsələn, ya neynədir? Nəqşə gəlmişdi ki, məsələn, ayırmışdı. Bir siyasəti götürmüşdülər Misridə ki, zindigi təbəqatı idi. Bir-birinə qoşulmasınlar. Bəni İsrail bir tərəfə, ne bilirəm,
ciptilər bir tərəfə, bəli, çəşavəzlər bir tərəfə, müstəzəflər bir tərəfə, nə bilirəm, mütəməvvilər bir tərəfə, hər kəs təbəqəsi müşəxəs olsun. Xoş, indi bu təbəqə bəndi olmağın nəticəsi nə mənə idi? Əvvəlin nəticəsi bu idi ki, yəstəz'ifu taifətən minhum. Bu Firon bu qurumların bir dəsin müstəzəf eliydi. Çox əz idi. Ola gəh mədəndə işləyirdilər, gəh o çətin işlər ola əncam verirdilər, kəşavəzli edirdilər. Mütəməvvillerin evlərində padığanda sərbazlar qumaşda aparardılar. Bilmirəm, indi də var qumaşda yaxır. Şah zamanı bu cürdür. O cür gəh qumaşda olarlar. Bəli. Ondan sonra yuzəbbihu əbnaəhum. O quruhu ki müstəzəf eləmişdi, onlar əzirdi. Onların, oğlanların, əbna yəni oğlan uşaqların zib eliydi. Və yəstəhyi nisaəhum. Olan xanımların diri saxlıydı. Toya parantez niyə? Nə olmuşdu? Quranda yoxdur. O cüvazih. Və reşikdə, tarixdə, təfsirdə yazırlar ki, Firon yuxu görüb. Yuxu görüb ki, müstəzəf qovumdan bir nəfər çıxdı, gəldi otlumun qucağında, başladı mın səqqəlin, yox, bebəxşid. Gəldi mın tac taxtın əlindən aldı, mın taxtını yandırdı, taxtdan saldı. Belə işlədi, Quranda yoxdur. Dudu, müəbbirlər gəldirlər, təbir elədilər, bu müstəzəf qovumdan bir nəfər gələcək, istəyirsən tac taxtı vala. O da təsvim tutur ki, buradan olan oğlatları, oğlan uşaqlar öldürsün. Bu rivayətdir, Quranda yoxdur. Və sonra da deyirlər ki, rivayətdə yazıblar ki, Musa ki, sonra bir gün bunu sudan tutdular, gətdilər, Firon qucağında saxlamışdı. Bir gün bu duydu mu, Fironun səqqəlin yoldu. Dedi, aha, elə bu nişanədir, və gətir bunu öldürək, o xanımısı Asiyə dedi, yox baba, o uşaqdır, bilmir, gətirə bir imtihan elədilər, bir təşd qızıl qoydular, bir təşdən ot qoydular, bu Musa da gəldi, o otdan götdü, qoydu ağzına, dili də yandı, pəltək oldu. Bu söhbətlər var, bunlar heç bir Quranda yoxdur. Quranda da Həzrəti Musa bir dua eləyib, onu da qərinə tutublar buna. Daha sürət, və beləxərə bir ameli bahis olmuşdur ki, bu Firon gələ, bu Bəni İsrailin, müstəzəf qovumun oğlanlarını öldürsün, xanımların dili saxlasın. Quran ayrı bir illətdir. Niyə bu işi gördü? İnnəhu kanə minəl mufsidin. Buna deyirlər cümlə-i təlidiyyə. İllət o, koşda-koşlara deyir. Bəran ki, bu Firon mufsid idi, fəsad idi, hududdan çıxmışdı. Xoş, indi ki, Firon bu qələt deyili, Allah bu ki, və nuri idi o, biz də iradə eləmişik. Bu iradə eləmişikdən da belə çıxır ki, Allahın bu iradəsindən bizi bunlar buyub oradan ki, bu başlayıb bu işlər görür. İradə eləmişik, ənəmunnə ələl-ləzinəs-tozifu. Bu müstəzəflərə lütf eləyək. Ənəmunnə, əgər Quran nazı yazır ki, Allah deyir ki, minnət qoyaq, o tərcümə qələtdir. Minnət qoymaq qələtdir. Ənəmunnə yəni lütf eləyək, ehsan eləyək, müstəzəflərə yer üzündə. Və o ehsan əsərində və nəzələhum əimmətən, bu müstəzəfləri pişva qərar verək. Və nəzələhumul varisin, bu müstəzəfləri ersibəran zəmin qərar verək. Bunlar yeri irsə aparsınlar, yəni bunları zalimdən, əlindən alıb verəcəyik bunlara. Dalda sonra bir ayələr gəlir ki, məlum olur ki, bu varislər, varisi bəsə əmlak-ı fironiyandılar. Və nüməkkinə, oradakı nuridu ənəmunə, o ən gələcək bulanın əvvəlinə. Məsələn, bundan qabaq nəzələhum, yəni ən nəzələhum. İndi nüməkkinə, yəni ən nüməkkinə. Bundan sonra nuriyə, yəni ən nuriyə. Bunların hamısının ki, axır mənsub olub, bəxatır o hərfi əndir ki, əvvəldə gəlmişdi, ənəmunə. Lütf olunub qutulub da. Bəli? Lütf olunub qutulub da. Bu lütf olunub qutulub. İmam-ı Zamanımızın. Bəli, o da bir təfsirdir. Surə Nurda və bu ayəni bizi təfsir edirlər ki,
O da bir təfsirdə, bir də alimlər deyirlər ki, bu mərbuddur mustəzəfan aləmə, biləxərə axır zamanda bu ittifaq düşəcək. Vəli Quran burada nişan verir ki, bu nədir? Mərbuddur Bəni İsrailə. Çünki ayənin dalqabağı Firon o Bəni İsrail o müstəzəfan o zamandır. Əgər qeyri o da olsa, o da ayəni təmin verməkdir da. O da məsələn O da yəni bir daha əsli içində olar məsələn, bu həmişə şikayət şödən bir şeydir. ona görə dəlil olar da. Burada dəlil yoxdur. Olan dəlaili hədisi var. Bir hədis gəlidir ki, bu ayənin məfhumudur. Burada Quranda o gibi şahıs dəlil yoxdur ki, bunu biz İmam Zamana mərbut eləyək. Əgər o əhadisi ki, dərhal hoşu bu ayələr var, o əhadis olmasa, olmaz. Bu ayə sapsada razı və Hz. Musa bu Firavun. Əgər adam büyünün baxışıyla baxanda, eynən Firavunun tamam məsailləri ki, aləmə azad edilir, büyün Amerika o işi görür da. Kullu Kure-i Zəmin, hətta xiyabanlara can, nəqşələrə can, hamısı onun səncalındadır, hər vaxt iradə edir, biduni sərnişinlə o nöqtəni aradan aparır. Yoxdur. O dövləti məsələn... Yəni, indi Allah bu müstəzəflərə bu cür qol verir ki, ayəndə də bu müstəzəflər bu cür hakim edəcək. Onda o mənası olur da. Yox, bu ayəyə zadım yoxdur. Hər bir o bənzər. Bu Fironiyyət həmişə var da. Amerika ilə Firavun zamanı. Mümkündür da bə. O qabil inkar cəhəsə. Bəli bu aya mühəqqəq olub, qutulub ya xeyr, qəbl o bəd ayətə baxsaq bəli, bu mühəqqəq olub, qutulub. Çünki müntəhə Surə Nurda da baxıyorsunuz. Niyə? Baxın, deyib, ayə bir binər yapışıqdır, bax. Və bu nüməkkənə. Bu nüməkkənə niyə mənsubdur? Bunun illəti mənsubluğu budur ki, bu vav ki, bu da gəlir, bu mərbutdur qabaqçı ayə. Qabaqçı ayə, indi bu nüməkkənədən sonra və Nuriyə Fir'onə. Bu Nuriyə niyə mənsub olur, vay Nasiri? O ənədir. Bu ən hardadır? Qabaqçı ayədir. Bəs bu qabaqçı ayə, sonraki ayə kamilən nəzidir. Bu da zəncir var, mərbutdur. Bənabərən buradan bilinir ki, bu ayələr nəmiyə mərbutdur? Musa və Fir'onun cəryanına mərbutdur, Bəni İsrailə mərbutdur. Və biz iradə eləmişik ki, bax, və nurido, indi nuridon idaməsidir. Əgər havada olsaydı bu ayə, mümkün o cür rəbti verəydi. Ayənin özündə nişanə var, qərinə var ki, və nüməkkinə dönbaləyə əl-baqiyə nuridodur. İndi ki, nüməkkinə və nuriyə əl-baqiyə nuridodur, bəs bunlar bir sözdür. Bunlar Fir'ona mərbutdur. Və nuriyə Fir'ona və biz iradə eləmişik Fir'ona və Hamanə və cunudəhuma onlara görsədək, iraə verək. Nə mənən iraə verək? Minhum ma kanu yəhzərunə. Bəzi Quranlarda la da qoyurəslər orada. Ki, həndə yəni irtibat vəqfədə yoxdur da. Nəbayət də vəqf ola da. Biz iradə eləmişik, görsədək, bu axır cümlə bizdən çətin daha diqqət edəcəksin. İradə eləmişik, iraə verək Fir'ona və Hamana, ki Haman da onun vəziri idi. Deyirlə Həzrəti Musanın famili idi. Quranda yoxdur bu famili. Onun ərteşinə minhum, onların bir dəsinə Nuriyə iraə verək, çiz iraə vedəhə. Məfulun beh budur, ma. O sadə ki, kanu yəhzərunə, onlar ondan qorxuydular. Yəni, Fir'on və Fir'oniyan bizzatdan vəhşətləri var idi. O yuxu ki, işarə edib, o yuxu təyid olur. Bunlar bir şeydən vəhşətləri vardılar. İlqa olmuş, əlbəttə Məsnəvidə onu qəti tutub ki, Fir'on yuxuda görüb ki, Musa onun tac taxtını əlindən alacaq. Ona görə Fir'on çox cəzəfəzadə idi. Onda olar Quranda yoxdur. İndi bu yəhzəruna, yəni mi tərsidənd. İstilə bərhəzər olsunlar. Nə mənədən istilə bərhəzər olsunlar? Bu ki, Bəni İsraildən bir nəfər gələr, bulan tac taxtın əlindən ala. Deyik, biz onu bunlara göstərəcəyik. 3 dəqiqə mənə icazə ver, burada bəhslər üçün bu
İndi biz Sure Duhan'ı açarsınız, Sure Bəli. Duhan. Orada aye 23. Elə məsələn bu ayana puzzle kimi bu da ki yəhzərun, bu da üçün ayə bəhsə keçir. Darısını Allah bu da onun şərh verir ki, dedik fəəssir Fəəsrə beyba. ibadi leylər innəkum muttəbəun. Bəli. Dedik sən gecə ilə bu qom vətrəkil bəhrə rəhva innəhum cundun muğraqun. Və o dəryanı sən rəha elə, bir halda ki, qurudur ya, rəhvən boşdur da, Öz halına. öz halına. Bəli. Olay bir quruqdurlar ki, qərq olunmalıdırlar. Bəli. İndi de onlar ki, gəlmişlər Həzrət Musa təqib edirdilər ki, deyir, siz də təqib olunmuşsunuz. Kəm tərəku min cənnatin və uyunin və züruin və məqamin kərim. Nə qədər bunlar tərk elədilər bağlardan, çeşmələrdən və ziraətdən və o böyük ağır saxtimanlardan və neymətən kanu fiha taki və neymətlər ki vardılar olaydan bunlar ləzzət apardı. Kəzalik, əl-əmrü kəzalik və övrəsnaha qovmən axəri və onları biz varis elədik belə. Bəli, qovmur. Yəni Firavunun varisi. Həmin bunun Bəli, alısın. düz. Mən Çox sağ ol. Xoş, bəs ayənin axirində o ma çox mühümdür. Allah buyurur ki, der vaxtı iki ayəni yapışdıracaq bir-birinə. Qeydiyəm qabaqçı ayənin cinə əvvələn. Nuridu biz iradə eləmişik. Ta iraə verək Firona və Fironiyana. Əlbəttə tüy parantez olan hamısını yox, olan bir hissəsinə. Çünki onların ərtəşində bir də Bəni İsraildən var idi. Onlar Allahdan istədilər. Amma bir də vəhşəti var idi. Çünki həmişə ərtəşlərin hamısı tabi səltənət dərlər ki, bəbəxşi tabi səltənət dərlər. Yəni, duzsuarı səltənət dərlər ki, ma yəni o müşkili ki, o qərq şudan ki, o əzabı ki, kanu yəhzərun ondan dilvapəs idilər. Bir şeydən dilvapəs idilər. Dilvapəs idilər ki, başlamışdı uşaqlar öldürdülər də. Ondan ki, qorxudular, biz iradə eləmişik onu bunlara göstərək. Pəs məlum var ki, yuxuda Firona göstərmişimiz. Xoş, indi bu da parantez əsası yox. Parantez əsası yox ki, Fironlar oğlanın uşaqlarını öldürürdülər. Tayin ki, parantez içində yox. Həzrəti Musanın da ağası Fironun tepki tarix otaq xabının nicəhbanıdır. Həzrəti Musanın da validəsi gil, nənəbası dərbara keçəcəklər. Çünki bunların hamısını orada istismar eləmişlər də. İşliyidilər, kargər idilər. Ta ki, bəğəl otaq xabı Fironda bir gecə, məsələn, Həzrəti Musanın validəsinin bir işi olur, gəlir, ərin məcburu görər, gəlir, orada görəndə orada Həzrəti Musanın nutfəsi münəqid olur, oradan başlanır. Ta ki, Həzrəti Musanın validəsi hamilə olur və zamanı həmli yetişir. İndi zamanı həmli yetişəndən sonra Allah buna vəhy edir, ilham edir. Ola ayrı surələrdə var, Surə-i Tahada və çoxlu surələrdə dəstur gəlir Allah tərəfindən ki, bu uşaq qoyun sənduqa, qoyun rudin ilə. İndi o qismətdir. Və ovhəyna ilə, parantez bəsdir, və ovhəyna ilə ummi Musa. Musa ki, dünyaya gəlib, biz Musanın nənəsinə vəhy elədik. Nə cür vəhy elib bilmiyor. İndi eşdən dilə ilham eləyib, ilham olsun. Vəhy elib, biz bilmiyor. Bir nəhvinə, ürəyinə qoyulub, firiştəcəb danışıb, məğzına qoyulub, bilmiyor. Ən ərzə hə ki, bu uşağa süt ver. Hələ doğubsan süt ver. Hələ məmulə gəlməyiblər ki, qapıya. Ta məmulə gəndə süt ver. Bir gün, 2 gün, 3 gün, bir ay məlum deyir ki, gün olar bərləs edirlər. Fəizə xefti ələyhi, vaxtda da gördün, dilvapəs oldun. Çünki məmulə gələ belə alacaqlar bu uşağı, öldürəcəklər. Əlqi hə. Aç, tüy parantez. Bu uşaq, bir dənə sandıq düzət, qoy sandığa, parantez bəsdir, bu sandığı ki, uşaq onun içindədir, götür, apar, at.
Bu he, yəni uşaq həmrah basandıq. Fel yemmi. Yemmidən və mənzur rudinildir. Rudinilə də, yəni böyük çaylara da ki, dəryaya bənzər. Çünki bəzi yerdə, bu görürsünüz, indi Zülfa, Rudi Ərəs də o cürdür da. Bəzi yerdə çox təngidir, şırıltı ilə su gedir. Amma bəzi yerdə açılıbdır. Hələ o elə bir şey deyil. O da məsələsi su dayanıbdır. Mən bəzi rudxanalar görmüşəm. Bilmirəm, harada görmüşəm. Ki, görürsən ki, su gəlib, səpilib. Səpilib, adam deyib, bir dənə dərya açadır. Deyib, sakindir. Dərsə ki, aram-aram hərəkət edir. Çünki bu böyük dəryaymış, böyük çaymış, bəzi də dəryaçıya bənzəyirmiş, ona görə yəmmi deyib. At bunu rudxaniyə və la təxafi və qorxma və la təhsəni qəmcin olma, inna radduhu iləkə. Biz bu uşağı sənə qeytərəcəyik. Və cailuhu, yəni cailunəhu, biz qərar verənik, bu uşağı minəl mürsəlin, nənəsinə deyik, qorxma, bu peyğəmbər olacaq. İndi biz bunlar burada deyirik, keçirik. İndi vaxan adam təsəvvür elə. İndi bizim məsələn qızımıza, nənəmizə, bacımıza bir belənki bir sözlər gəlir evdə. Çünki nə əcibə bir təhv oldu, nə əcibə bir işdir. Ya bəzən kişilərə də elə bu cür olub da, bu cür ilham olub, orada ki, peyğəmbər deyərlər. Quranda var. Bunda bunlar biştər xanımdır, tağalar, qeyri peyğəmbərlər ki, bu cür bunlarla Allah irtibat bərqə eləyib. Məsələn, Həzrəti Məryəmə bu ittifaq düşür. Həzrəti Musanın validəsinə bu ittifaq düşüb. Həzrəti kimə? Bir iki dənə xanım var. Hacər İbrahim, Həzrət İbrahim xanım. Hə, onlara bu ittifaqa düşüb. Bir neçə dənə xanım var ki, peyğəmbərlərlə, amma Allah onlara mürtəbit olur. Yəni ürəklərinə düşür. Bilmiyor ki, ürəyinə düşür. Firiştə gəlib danışır. Məryəmən ki, firiştə sərihən Quranda var danışır. Xülasə Quran deyib, vəhy elədi, ovhəyna. Xob, fəltəqətəhu alu fir'onə. Bunu tutdular, tapdılar. İltiqat yəni peydakərdən, bərdاشtən. Bunu götdülər. Quranda sərahət var ki, xanımlardan peyğəmbər yoxdur. Yox, sərahət yox. O da bir sözdür deyirlər, xanımdan peyğəmbər çıxmaz. Adəmlər niyə çıxmaz? O sayədə əz qoca mənməsən bu xanım öz peyğəmbər dəyərmiş. Bilmiyor ki. Ona təsrih olmayıb da. Peyğəmbərin... Yox, rədd eləmə. Bilirsiniz, Peyğəmbər lazım əsəbədir ki, bir irşad eləyə, bir kitab asma, olsa mucizəsi ola, bir işlər görə. O cüzlüklə 124 mindən peyğəmbər gəliyib, biz heç bilmirik, hansı irşad eləyib eləmir bizi. Məsələn, Həzrət İbrahim zamanı, o Həzrət Lut məsələn bir daha peyğəmbərmiş. Bəli, neçə peyğəmbər bir zamanda olur. Nəmayəndəsimiş Həzrət İbrahim. İndi daha kətdə məsələn nəmayəndəsi varmış. Onlar da peyğəmbər. Olur. Bəli də, onlar Quranda peyğəmbərdirlər, nəbidirlər, rəsuldurlar. Həm zaman neçə peyğəmbər olub. İndi aya bu Həzrət Musanın validəsi peyğəmbər biz bilmiyoruz. Amma bir asarı da yoxdur, asarı nübüvvəti. Vəli nəfid eləmə olmaz. Və bu da istəyəm tikarən əzələyəm ki, bir söz dilə xanımdan peyğəmbər çıxmaz. Bəs Quranda sərahət... Quranda üstəsirik olur. Fəltəqətəhu alu fir'onu. Ali fir'on onu götdülər. İltiqat bu ciha, məsələn, buna deyər, mənə baxın. Buna buz deyər. Məsələn, adam yerdə bir şey düşüb, amma baxır, şənbə günü mən Sədaki mağazasının qabağından geçsəydim, bağlamışlar bunlar. Orada bir dəfə gün məndən qabaq tez bir şey güt. Tez dedim ki, şərik ya. O da şərik. Deyim, yox şərik. Olmaz. Axıda hissləndi, bax ki, bu nəyinə şəriksən. Bir dənə min təmənni idi. Deyim, belə süşəti geçsinlə belə. Getdi. Elə Niyaz məndə də bənziydi, təsadüfən yaxşı oldu. Onu elə sürətlə bunu götdü. O ki, götürməyə bana iltiqat deyə. Yəni adam bir şey tapa. Onu qapdılar, tapdılar Ali Fir'on. İndi leyəkunə ləhum əduvvən. Ona bilmirdilər ki, niyyət olur. Bunlar götdülər ta olaya düşmən olsun. Yəni nəticə, qayət. Bu ki, onlara düşmən. Yəni bunlar canlarının düşməni. Sönə, ahan tapmışıq. Canlarının düşməni. Bilmirlər canlarının düşməni. Gahdan o zürdə adam bir şey tapır. Yəni üzük tapır. Mənim heç yadımdan çıxmaz ki, bizim famildə bir nəfər bir üzük tapmışdı. Mən özüm də bir dəfə Frutqahdan bir şey tapdım.
Bir dənə qalın zəncirli olar ha, qola bağlılar. Qızlar da bağlılar. Kolopdur da var zəncirlər. Yəni ələnqu dəyi dəsbənd, bir xas bir dəsbəndir da. Rəşdən Furutqalarından getmişdi bir hacınıza da. Gördüm tapdı. Adam əvvəl bir dənə sönüdə bir şey tapdı da. Vəli soruyorsun adama bəzi mövqe, yaxşı olur, xoşuna gəlir də, müsafa istifadə edir. Zahirə. Vəli bəzi mövqe adama dərdi səlam. Bizim famildə bir dəfə üzüyü tapmışdı. Əvvəl tərs sönü idi. Amma sonra bu üzük bulan xanavadasına dava saldı. Ta boşanmaqdan getdirir. Xudu o tapmaq mənənim nə qədər dərdisər oldu. Mən elə o ki onu tapdım, heç kəs görmədi, tez götdüm, qoydum cibimə. Yox. Sonra dedim ki, xob indi mən bunu neynəyəcəm? Bunu tez, ona görə tez götdüm ki, indi dörbədəndir məsələn, o bizimdir. Sonra o şuluqdur da, hayda, məsələn ki, kimindir? Tapdım, məsələn, tez götdüm ki, bu... Yox, bu heyfim el olması. Sonra bir gəldi, qoydum cibimə, yadımdan çıxdı mənim cibimdə, bir dənə o cibimdə. Sivişlərimi çıxardı, gəldik Ərdəbilə. Ərdəbildə mən bu sivişləri çıxardımda bizim peyam balacıydı. Bax, o nə mənədir? Deyəm o heçdətdə. O gördü, ha, biləsə. Mən sonra gəldi, Allah, neynəməyim, behtəriyə içinin zəhnimə gəldi, dedim, elə bu, o sənduq-i sədəqatdır. Ərdəbildə bir bimaristan var idi. Gəldim onun qabağında, neçə dənə sənduq-i sədəqə qoymuşlar. Bir var idi ki, necə Təbrizdə sənduq-i müstəməndə var, onlar ta Ərdəbildə də bir dənə var. O vüsətdə də, ha, o cibi. Saldı mı? Qutuldu, getdi. Monta, 2 gündən sonra gördüm ki, bizim qeynanadır ki, dünən oradan bir şey tapırsan, acət görək. Heç kəs də bilmiydi, ha. Bizi fəqət həyən bir yerdə görmür. Dedim, xeyr, mən bir şey tapmamışam, inkar elədi. Deyir, yox, gətir. Gördüm ki, ayrıdan bildi, o birisi bildi. Sonra dedim ki, siz bunu hardan bildiniz? Gördüm ki, oradakı o peyğəmbərlər ki, o nə mənədir, onu deyəndə biz piyadər olduydıq. O piyadər, o tərəfində 2 dənə tuşan var. O tuşan içindən bizim bu danışığımızı eşidiblər. Onlar da bizim o famillərlə irtibatdadılar. Onlar ötülə zəhv varıblar ki, bizim tuşanın qabağından sizin damat bir şey tapdı. Allah. Bizim tuşanın qabağına. Düzdür, olan tuşan qabağında peyğəmbər nə dedi ki, o nə mənədir? Deyim, bu bir şeydir. Bəli? Bəndə Furutqahdan tapdım. Rəşdin Furutqahından. Özülə gətirib sormuşam o sənduqu sənə. O, iş. Tuşan qabağında görən dözü deyib, onlar da deyib, boyda tapmışsın. Onlar da tuşan içindədirlər. Biz də məsələn, işte, onlar da belə xiyal ediblər ki, orada da. Mənzurum odur ki, mən əvvəldə məsələn onu tapdım. Bizdən də söndüm, ha, ki, qızıl tapdım da. Amma, yəni, bunu söndüm ki, məsələn, bu ayaqlanmadı, heyf olmadı, bunu araya adam tapmadı, məsələn. Mən söndüm ki, mən tapdım da, bab yenə yetiyəcək. Xulasa çox, nə qədər mənə dərdisər oldu. Da, işi görsətdi, axı, belə, acı pis yerəcəkdi. Mənzurum odur ki, adam bir şey tapır, belə bir şey, hə tapmaq məsələn adamın nəfə nədir? İndi bu da buyurur ki, bunlar tapdılar. Əmmə liyəkunə ləhum ədovvə. Ta bunlara düşmən olsun. Düşməndən tapdılar və həzənən. Həzən bu da yəni amil-i hozdur, yəni məhzunən. Bunlar bir şey tapdılar ki, onlar tapdıqları, onları narahat edəcəkdir. Niyə ləhum deyir axı? Əleyhimdə sanmayın. Bunlar üçün. Axı elə də gahdan əla mənasını işlənər də. Dər müqabili bu da əla gəlsəydi, ola bilərdi o cür. Vəli lədə gahdan əla mənasınadır. Onlar üçün də. Yəni onların zərərinə tamam oldu. O cür 100% deyir ki, məsələn, əla həməşə zərər, lə həməşə nə? O cür. Xob, İnnə Fərəonə və Hamanə və Cunudəhuma kanu xateyinə.
Niyə bu ittifaq düşdü? Sonra xətakardılar. Çox xətakardılar, bu canlarının bəlasını tapdılar. Dərvaqə bunlar nəticə əmallarını tapıdılar. Mücazatdan tapıdılar. Xob, və qalət imratu fir'auna qurratu eyninli. Firavunun xanımısı deyir ki, mən bu uşaqdan çox xoşum gəlir, bu baisi roşəni çeşm oldu mənə. Gözüm ışıqlandı. Və ləkə və sənə la təqtuluhu, onu öldürmə. Bu da məlummuş ki, Firavun təslim onu öldürsün. O dastanı da bizi təyid olur. Şərzələdim, Quranda yoxdur. Əsa ən yənfəna. Bax, bunun fikrinə. İnşallah ki, bizə fayda verə, mənfəət yetiyə. O nəttəxizəhu vələdən, ya da ki, onu özümüzə oğlad intiqab eləyək. Bu da olan cümləsi qutuldu, xanımın cümləsi. Və hum la yaşuruna, bu Allahın cümləsidir. Burada düşünmədilər ki, baba, bunlar canlarının düşmənlərini isirlər, pərvəriş versinlər. Antitezlərdir bunların. Xob, o tərəfdən də və əsbəhə fuadu ummi Musa fariqə. Musanın da nənəsi ki, qorxuydu. Eyvah, indi bu uşağı öldürərlər, indi bu uşağın başına bəla gələcək, zərəbanı, qəlbi gedib üstə. Vəqt ki, ehsas elədi ki, bunu bu ünvanı oğlat bunlar qəbul elədilər, onun Musanın nənəsi qəlbi fariq oldu. Fariq oldu yəni, dərdidən, əmandan, istirabdan nəzat tapdı. Bu xanım ki, dilə fariq oldu, zaymanda, o dərdi zayman başlayıb qutulanacan mərbutdu o kəlimi fariq. Yəni, əvvəl xoşu gəlir ki, uşaq sövünür, uşaq hərəkət edir, sövünür, hədə məsələn, ləccət vurur, nənənin qayında ləzzət tapar, keyf verir. Amma dərdi zayman başlarına əzabdadır. Ta zayman eləyib qutulmayınca əzabdadır. Zaman əldə qutulur, o dərdlər dərvaqə elə bir, məsələn, 100 dərəcəsi olur, yeçdəh o. Şöyle sən sifrə təbdir olur. Deyib, fariq oldu. Yəni, fariq az dərd oldu. Burada da bunun qəlbi, fuad yəni qəlbi Musa ki, doluydu istirabına. Vaxtı mütəmənnin oldu ki, bu uşağı, bu ünvanı fərzənd Firavun qəbul edib, o qorxulardan nəcat tapdı. İnkadət lə tubdi bihi, lawla ən rəbətna əla qəlbiha. İkinci cümlədə mən eləyək. Lawla ən rəbətna əla qəlbiha. Əgər biz onun qəlbi möhkəmlətməsəydik, Allah deyil, bizim işimiz bu olmuşdur ki, bunun qəlbi möhkəmlədə, təqviyyət eləyək. Bunun qəlbi istəyir ki, patlasın, istəyir ifşa eləyək. Əgər biz bunun qəlbini kontrol eləməsəydik, rəbətlə kontrol mənasına. Əgər bu müadər Musanın qəlbimiz kontrol eləməsəydik, İnkadət lə tubdiyə behi, ya lə tubdi behi. Bu, yaxın nəşidir, ya mütməinnən bunu ifşa eləyəcəkdir. Yəni innəha, o müxəffəf innəhadır. Bu xanım, kadət, yaxın nəşidir ki, lə tubdi, ibtida bədəvə kəlməsindəndir. Aşkar eləsin, behi bu müasirəranı. Desin ki, eyvah, mən bu uşağın Firavunun evindədir. Allah neynim? Bunu da hamı bilsəydi, bilərlər ki, bu xanavadıdır. Burada elə yazıb ki, məsələn, Həzrəti Musanın anasının qəlbinin qorxudan fariq elədi. Yəni, deyir ki, hər şeydən fariq oldu, o hətta darıqdır. Və biz idik ki, saxladıq, məsələn, o tür yazıb. Yox, bizdən diqqət olun, düz yazıb. Deyir ki, qorxudan mı? Qorxuydu, da fariq az qorxu elədik. O cürdür bu mənası. Fariq az qorxuydu. Qəşəng yox, düz yazıb. Yox, belə, əlbəttə, mühəndisindən mən mənzurun aydın gəldi nəzərimə. Mənim də nəzərim ödüdür ki, Həzrəti Musa, anası gecədən səhərəcən, qorxu deyil, əsən qəlbi istəyir çıxsın. Və yaxınıdır ki, səhər çağırmasam ki, ifşa eləsin. Amma biz onun besilə qəlbin kontrol elədik, möhkəmlətdik və oldu fariq. Fariq az qorxu oldu, da qorxmadı. Dərd o, istirab o, hamısı qutuldu. Onda ki, əvvəl deyildi ki, məsələn, yaxınıdır. O çox mühim idi, onu saldı qabağda. Çün onun qəlbinin fariq olması çox mühim idi, onu saldı qabağda. Bəhdə, qorxudan öldürürlər. Şuxluq deyirlər. Qutarıyama. Və qalət li uxtehi. İndi ki, xiyalı rahat oldu ki, bu uşaq, o cür Allah buna
deyir ki, لأخته قصیه get bu uşağı təqib elə. Qصیه elə hamam qəsəsdəndir ha. Ki təqib elə gör nə olacaq. Çünki bura dərbəra getcəlləri var da. Ki sərquşi be ab bede. Burada bu qossi təqib, burada qissə, burada təqib mənası. Həndə. Peyciri elə də ha. Çünki qissə mənası peyciridir də. Əvvəldə izlədim də. Təqib mənası. Rişəsi qəsəyə. Qəssidir. Qəssə. Qəssidir. Qəsəyə yox. Hə, Qısı. qəssi. Qisəsdə elə mənası qəssidir də. Rişəsi. Rişə elə bir məddə. Bəli. Qəssə. İndi qosi o ya rişədən də çıxacaq. Əmridir. Əmridir bə. Feyli əmridir. Əmridir. Elə deyir ki, unsuri. Ozi. Fəbəsurət behi ən zonubin. Get kənar quşədən bu uşağa bir göz qoy. Gör nə xəbər var. Və hum la yəşurunə. Və onlar mütəvəssitdir. Bu qız ki, o evə gedib, məsələn, bir şey bahanə eləyib. Çünki onlar çox yaxın idilər. Gedib, məsələn, deyir ki, mən bu tərəfdə mən sileyim. Carının verin, məsələn, həyətdə mən zarar eləyim. Məsələn, bu cişlər. Dərsə ki, fikri o uşağın yanındadır. Və hərrəmna əleyhil mərazə. Mərazə bu da, yəni, nənən sinələr. Cəmdir. Nənələrin döşün bu uşağa həram elədi. Yəni, bir şeydir ki, heç nənən sütün yemiydi. Min qəblu qabaqdan. Allah deyib, biz təsmini tutmuşduq. İndi bu uşaq da acından ölür, hansı daya gəlir, qəsridə hansı xanım gəlir ki, bu uşağa süt verə, yemir. İndi bu qız da oradadır da, o qəsridədir. Çünki dədəsi onun nigəhbanıdır. Fəqalət həl ədullukum. Bu xanım, bu Musan bahsedilir ki, aya mən sizi rahnumalıq eləyim əla əhl-i beytin. Bir xanavadiyə ki, yəkfulunəhu, bunun kəfalətin öhdələrini alsınlar. Yəni buna süt versinlər. Ləkum sizə xatir və hum ləhu nasihunə. Və mən mütməinnəm, deyir, mən tanısınız, mən mütməinnəm. Onlar bu uşağın xeyrixahıdırlar. Parantez bas, bu ittifaq düşdü. Gəldi, nənən apardılar, o da o yedi, heç də müşəxəs olmadı bu öz uşağı yaxı. Parantez bəsdir. Və indi Allahın züməratı. Fərədədnahu ilə ummihi. Biz rədd elədik, qeytədik bu Musanı öz nənəsinə. Kəy, yəni əy, ya ən. Kəy təqərrə, ta dərəcə əvvəldə roşən ola əynaha. Bu nənən gözləri bu işıqlana. Xeyli rahat ola. Peyğəmbər nənəsidir, istəmiyik azab verək. Və la təhsənə, məhzun olmaya və li tə'ləmə, ta bu xanım bilə ki, Allahın ənnə vədəllahi həqqun. Allah buna qol vermişdi, bunun qəlbinə ilham eləmişdi, ya firiştə gəlib demişdi, ya biləxər ben hər nəvi ona demişdi, qorxma ki, mən səni hava saxlayacağım, bilsin ki, bu züba, nəqdən bunun havasını saxladı. Bir iş gördü ki, uşağı getdi özünə, özü də harada? Fironun evində. Özü də onun dörbəndə həm məhəllələrin, həm də qədər uşaqlar qətlə yetişir. Gözünün qabağında uşaqlar öldürürlər, bununki salim qaldı. Və lakinnə əksərəhum la yələmunə. Amma əksəri mərdum, bu hum kimdir? Mümkünü Fironilər ola, Bəni İsrail ola, ya indi müşriklər ola, müsəlmanlar, xülasə roşən eləməyib. Amma əksər olar, əksər insanlar həqaiqə mütəvəccih olmurlar. Yəni mütəvəccih deyirlər ki, poştu səhnə tədabiri var. Poştu səhnədə bir ittifaqatı var. Tamamı ittifaqat zahirdə deyil. Materialist mütəvəccih ola bilməz. Camiəşinasların çoxu mütəvəccih ola bilməzlər. Bu miqdar bəsdir bu ayəni. Bəli, indi gələn həftə bir səfə oxuyarıq da, bəşlərsiniz. Əssalamu aleykum və rəhmətullah. Ezan vaatımızın ehsanında, ehsan sahabının vaatının ehsanında, ustadın vaatının ehsanında bir daha salavat söyle. Allahümme salli ala Muhammed ve ali Payam-ı dersin velhi se hafte nebedüse. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Çox sağ olun. Güzel.